Xına tədbirləri aparanlar elə başa düşürlər ki, məmələrini açıb çöldə qoyanda, dallarını şişirdib dədələrini gözünə soxanda qəşəng görünür. Amma buraları boş. 90% bu cür. Var bir iki dənə yaxşı xına aparan, orada tanınmırlar. Ona görə də mən sinə dəftərəm və əsl xeyir dua verməyi haqq edən insanım. Mənim haqqım çatır. Qaynanam var, qulluğunda dururam. Atam var, ayda bir dəfə Gürcistana uçuram. Gidib olaraq qulluq eləyirəm, qayıdıb gəlirim. Ondan sonra balalarım var göz qabağında, gəlinim var, burnumu işinə soxmuram. Ailəm var yerində, yurdunda. Mənim xeyir dua verməyə %100 haqqım var. Özünə xına olmayan, başı bütöy olmayan, 70'lərdən boşanıb 71-ci alfons saxlayan xına yaxta partisi ola bilməz. Düşəri var, düşməzi var. Açıqdan deyirəm. Xına yaxta aparmaq üçün ləyaqət, mərifət, mədəniyyət, ədəbiyyat, elm, insanlıq, qadınlıq, nuranilik, evdarlıq, şairlik, bədiyəlik hamısı olmalıdır. Bundan heç bir olmayan valiliklər xına yaxta aparmaz.